Hamıya salam olsun. Hamınızı xoş gördük. Bugün yenə gəldim balkonu təmizləyim ki, havalar artıq yaxşıdır. Yükü deyirik tökək, yorğanları, döşəkləri havaya verək. Bütün qışı qalıblar orada bağlı yerdə. İndi deyirik onları günə verək. Sarada veçini bu kaçelidə belə ayaq üstə durar. Olmaz, olmaz yıxılarsan. Otur. Hə. İndi səhər süpürmüşdüm buranı, qızlar məktəbə gedəndə süpürdüm. İndi də gətirdim ki, bu aralarda tozlar qalır, yolkanın tozları. Onları plisosduyum. Sonra silim. Balkonu sonra silim ki, gətirim yorğan döşəkləri. Birinci yəqin ki, bilmirəm, ya yorğanları ya döşəkləri tökərəm. Sabahdakı o birisiləri eləyərəm. Hardasa 1-2-3 gün belə tökürük günə. Hamısını bir gündə alınmır. Belə burada yeri o qədər də yoxdur da, elə hamısı ona görə alınmır bir gündə eləmək. Ona görə bir neçə günə tökürük hissə-hissə. İndi tez plisosduyum, sonra silim ki, təmiz olsun, bura gətirim. Hava, çünki baxdım havaya bir neçə gün yaxşıdır. Ona görə deyirəm eləyək ki, bu yük tökmək aradan çıxsın. Balkonu qurtardım, belə süpürdüm, plisosdadım, sonra sildim yeri. Divanı da açdım ki, təmizlədim, açdım. Dedim burada nəsə bir döşəkdən, paduşkadan nəsə qoyaram belə. Kaçelin də üstünə nəsə ataram. Belə indi gətirim, buraları silmişəm. Gətirim buralara belə parçalar sərim ki, bu döşəyə qoyanda bura ola bilər ki də belə cızıq eləyər onu. Ona görə gətirim buralara əskilər sərim parçalar. Sonra artıq döşəkləri gətirim bura. Beləcə bunları da saldım bura. Hamısını gətirim indi. Bura yığım döşəkləri. Bunları eləyə bildim ancaq. Çünki yer qalmadı. Qalanında sabah eləyərəm belə. Döşəkləri attım bura. Belə. Döşəklər buradadılar. Buradan yorğanları asmışam. Sara da burada oynuyor. Yaxşı olmaz. Düş oradan, düş. Belə. İndi bir gün ortada gəlim, sonra bunları belə çöyürüm bu tərəflərinə də asım ki, bu tərəflərinə də gün vursun. Belə. Bura boş qalıbmış, heç buranı görmürəm. Gətirim bura da nəsə qoyum. Belə. Akşam saat hardasa 5-6'ya yəqin ki ucu yığaram bunları. Hərdən gəlirəm belə yükə baxıram, görüm. Belə birdən yerə zada nəsə düşər. Beləcə yorğanlar hava vurur. İndi birazdan gəlim bunları o birisi üzünə çörüm. Belə uşaqlar da buradadılar. Lap rahatam ki. Yəni heç kim heç nə götürməz də. Birdən buradan yoldan keçəndə kimsə elə belə dartdı, götürdü, aparasıdır. Belə bunları da yerə salıblar, qoyun bura. Beləcə. İndi də gedim su götürmüşəm. Gedim o otağı silim, yük yığdığımız otağı. Burada da belə şeylər yuyuram, yükün altına saldığımız şeyləri. Hansına ki yükü pükürük onları. İndi də gedim o otağı silim. Burada belə yığmışıq bu yükü. Bunu sabah inşallah günə verərik. Bunu sabah verərik günə. Çünki bunları yer olmadılar bu döşəklərə. Döşəkçələrə, paduşkalardır belə. Burada o otaqda olan veşlərdə hamısını bura yığmışıq ki, buranı təmizləyə bilim. İndi gəlim buranı silim, təmizləyim. Bura yükü yığırıq bu kravatlara. Ona görə
Bunların altını sileyim, belə pəncərələri silim ki, ucu açıq qoyaq pəncərələri. Hava vursun yükü. Havalar ucu sinifdir. Buranın pəncərələrini plastik eləməmişik. Buranın da inşallah fikrimiz var ki, buraları da dəyişək. Otaqların hamısını eləmişik. Ona görə qəşəng evlər isti olur. Yoxsa qabaqlar bundan idi, otaqlarda bu pəncərələrdən idi. Otaqlar isinmirdi. Nə qədər isidirdik, soyuq olurdu. Bunların arasından soyuq gəlirdi, həm səs gəlirdi. Amma indi plastik eləyənə elə qəşəng həm sakitçilik olubdu, həm də istilik, evdə qəşəng istilik olur. Belə bu setkanı da dəyişərik inşallah, o setkalardan, plastik pəncərələrdə olan setkalardan eləyərik. İndi gətirim buranın pəncərələri sileyim, polu sileyim, təmizləyim ki, indi birazdan uca yükü gətirib, düzdür, bura yığmayacaq, isti olmaz da bura yığmaq. Elə gətirib burada yer eləyim, gətirib hamısını bura tökərik ki, belə sərinlənsin. Sonra sabahda o birisini verərik, havaya, o birisi paduşkalar zadı. Bürüyün hamısını yükü yığaram inşallah. Belə, Saranın da kalaskası oradadır. Heç kalaskanın elə qeyif gəlmədi məktəb. Belə orada da qalıb, gərək qardaşım gilə verim. Onların inşallah uşağı olanda işlətsinlər. Belə, gətirim sileyim otağı. Birinci pəncərəni sileyim, sonra otağı silim, çıxım ucu. Gətirim pəncərəni sileyim, sonra axırda otağı silim, ucu otaqdan çıxım. Su gətirdim vedrədə, indi başlayayım silim. Bu da naftalindir, bunu yorğan döşəyin arasına qoyuruq ki, belə də cücü falan düşməsin, iyi gəlmir onda. İndi buranları silim, qutarım. Bunda belə setkanı, elə tam sıxmıram, biraz sulu saxlayıram. Belə silirəm ki, təmiz olsun. İndi gətirib təmiz, yenə bir daha təmiz su gətirib yenə siləcəm buraları. Hər yerini sildim polu. İndi bu qəbələr də gərək, bunun altında qəbələr var. Onları da gərək çıxardım. Prosta dedim sadəcə indi silim ki, gətirib bura yük tökəcəm də bura. Bura yük tökəndə təmiz olsun ora. Süzdüm, dedim gedim hələ ki. Oturum bir dənə burada çay içim. Otağı sildim, yük otağını, yükü yığdığımız otağı sildim, pəncərəsini sildim, otağın özünü sildim, plisosdadım. İndi bir dənə qaldı ki, yük biraz da hava vursun, yükü biraz da götürüm hamısını çırpım bu yorğanları. Bunu da burası sökülüb, gərək onu tikim. Orasını tikim gərək yükə yığanda. Belə bunları hamısını çırpacağım, bir yorğanları çırpacağım, bir də döşəklərdə təmiz süpürgə var. Ondan süpürgələyəcəm, üstünün tozu getsin. Aparıb yığacam hələ ki o otağa, o istilikləri getsin. Düzdür, elə birisi hava isti deyil. Mən elə bilirdim gün olacaq, amma iş əməlli gün də olmadı bu günlərim. Yenə də hava vurdu da biraz da olsa. Belə. Mən də oturum burada çayımı içim sakitcə. Uşaqların başı qarışıbdır. Televizora baxır Sara. Böyüklər də dərs eləyirlər. Mən də dedim onlar oradayken mən də biraz burada oturum, istirahət edeyim, dincəlim. Qurtardı.
bu yükü tökmək. Yığdım hamısını, çırpdım, yığdım yerinə. İndi bunları da çırpım götürüm. Sabah yenə bunları gətirib bura sərəcəm. İndi götürün bunları aparın. Hamısını aparın. Sara da həmişə kimi ağlayır. Özü də bilmir nə istəyir, eləcə ağlayır. Gedim. Ay, bura. Yükü də belə yığdım bura. Nə orada var idi, hamısını gətirdim bura tökdüm ki, burada istiliyi çıxsın, tamam. Primo yükə bura yığa bilməzdim. Bunlar da indi döşəklər zaten sabah hamısını buradan yığım. Tamam, sonra səliqənlə hər şeyi düzəldim, gərək yığım. Beləcə. Bugünlük belə qutardı. Sabah inşallah. Sabah bu paduşkaları, döşəkçələri hamısını lazımdır havaya vermək. Ondan sonra artıq buranı səliqəyə salmaq lazımdır. Burada da korobkalar yığmışıq. Uşaqların paltarlarını korobkalara yığıb qoymuşam. Onları gərək çıxardım, təmizləyim. Belə hər yeri tərtəmiz eləməliyəm burada. İnşallah. İnşallah sabah görüşərik. Sabah səhər yenə çəkərəm necə paduşkaları günə verirəm. Uşaqlar da sabah evdədirlər. Bayramdır deyə hamı evdədir, iş günü deyil. İnşallah onlar da kömək eləyərlər mənə. Sara da buradadır. Sara. Dada. Hay can. Axşam da yoldaşıma demişdim, gələndə belə Sara üçün alsın bunlardan, bu balaca balıqlar, peçenye var. Bir də bu uzun peçenyelərdən xoşlayır. Arasında kremdir, nəsə belə krem kimi olur, ya şokolad olur, ya belə çiyələkli cem kimi olur. Onları sevir. Dedim ondan alsın, gəlsin. Yenə hərdən bütün günü demək olar ki, eləcə nəsə istəyir, ağlayır. Onda belə şeylər olanda evdə verirəm, biraz yenə başı qarışır. Ona görə deyirəm elə hər dəfə al ki, bunlardan evdə olsun. Sara da ağlayanda verim, başı qarışsın. O da yoldaşım axşam alıb gətirmişdi, artıq uşaqlar yatmışdı deyə verə bilmədim Saraya. Ona görə dedim elə indidən hazırlayım, axşamdan hazırlayım ki, səhər duranda da elə bundan yesinlər uşaqlar. Məktəblərinə də qoydum, düzdür, səhərsi gün dərs yox idi, bayramdır, hamı evdədir, iş günü deyil. Amma yenə də məktəb qablarına da qoydum ki, hazır olsun. Artıq 4-cü gün dərsə gedəndə aparsınlar, dərsə də bir də əlavə nəsə almayaq. Elə evdə varsa dedim hazır eləyim, qoyum. Belə dedim axşamdan hazır eləyim, uşaqlar səhər duranda artıq hazır olsun. Çünki iş günü deyil, səhər ola bilər ki, biraz gec durarıq. Uşaqlarla bir yerdə duraram da, mən də onda da hazırlamaq artıq uşaqlarla birlikdə çətin olur. Yeni bir gündən hamınızı salamlayıram. Bugün yenə yükün qalanını tökdük. Belə səhər durdum, bura yenə külək axşam yağdı, hətta yağış yağdı axşam. Belə külək dolmuşdu deyə buraları biraz tozuydu. Süpürdüm, sildim. Sonra yenə getdim yorğanların qalanını astım belə. Paduşkaları buradan qoymuşuq. Beləcə yerə saldım, palas üstünə yığdım hamısını belə. Buradan da adyalları belə atmışam ki, hava vursun bunları. İndi inşallah biraz da qalsınlar. Gün ortadır. Biraz da qalsınlar, aparım yığım ora. Bunlar da biraz soyusunlar. Sabahdan yükü yerinə yığım. Vlogu da burada sonlandırıram. Çünki artıq elə bu vlog yükə aid olacaqdı ancaq belə. Çünki artıq ancaq yerinə yığmaq qaldı yükü. Onu da inşallah gələn vlogda tamam yığıb hazır halını sizin üçün çəkərəm inşallah. Bu qədər. İnşallah gələn vloglarda görüşənədək sağ olun.